İngiltərə Premier Liqasında mövsümün finalına addım-addım yaxınlaşırıq. Amma suallar hələ də cavabsızdır. Bugün Villa Parkda sadəcə 3 xal deyil, gələn ilin Çempionlar Liqası bileti masadadır. Aston Villa və Liverpool, eyni xal, eyni hədəf və bitməyə bilməyən bir rəqabət. Bu gərginliyi dolu gecəyə hamınız xoş gəldiniz və bu möhtəşəm oyunu CBC Sportun efirində sizə mən Edgin Nəzirov şərh edəcəm. Hər iki komandanın xalları bərabərdir və 4-cü, 5-ci yerləri bölüşürlər və qazandıqları bu qələbə onları gələn Çempionlar Liqasına daşıya bilər. Hələ ki, averaja görə Liverpool Aston Villa'dan bir pillə üstədir. Aston Villa niyyəti ilə başlayaq. 4-2-1 üst taktikası ilə meydana çıxacaqlar. Qapıda Emiliano Martinez, müdafiədə Lucas Digne, Ezri Konza, Paul Torres və Matty Cash, yarım müdafiədə Amadou Onana, Boubacar Kamara və Morgan Rogers. Hücumda isə Emiliano Buendia, Leon Bailey və Oli Watkins olacaq. Komandanın baş məşqçisi Unai Emery. Qonaq komanda niyyəti 4-2-3-1 taktikası oyuna çıxacaqlar. Qapıda Giorgio Mamardashvili, yarım müdafiədə Virgil van Dijk, İbrahim Konate, Miles Kerkez, Curtis Jones, yarım müdafiə Alex McAllister, Ryan Gravenberch, Rio Gumoha, Dominik Szoboszlai və Jeremy Frimpong. Hücumda isə Cody Gakpo, komandanın baş məşqçisi Arne Slot. Və meydan sahiblərinin toxunuşu ilə oyun başlayır. 37-ci tur Premier Liqada və bu oyunun qalibi gələn il Çempionlar Liqasına vəsiqə qazanacaq deyə bilərik. Çünki bütün hər iki komandanın da xalı bərabərdir. Aston Villa hücum qurmağa çalışır. Lucas Digne. Yəndən ötürdü Onanaya. Kamara gözəl döndü. Ötürmə Oli Watkins. Üzünü döndü. Qapı zərbəsi təhlükəli idi. Aston Villa hesab açmağa çox yaxın idi. Oli Watkinslə Liverpool müdafiədən çıxmağa çalışır. Virgil van Dijk topu itirir. Liverpool, Oli Watkins qapçını özünə zərbəsi endirir və gol! 1-0. Aston Villa 1, Liverpool 0. Premier Liga 37-ci turunda lazımi gol Oli Watkins'dən gəlir. İngiltərəli santrafor oyunun 11-ci dəqiqəsində çox sayılı hücumların əsasindən sonra Liverpool müdafiədən çıxa bilmir orada. Çox böyük top itkisi. Oli Watkins demək olar ki, qapıcı özü idi. Qarşısında bir oyuncusu yox idi. İbrahim Konate nə qədər uzansa da topa çata bilmir. Və Oli Watkins təbii ki də bu vəziyyətləri qaçıran bir futbolcu deyil. Aston Villa UEFA Çempionlar Liqasının bir addımlığında deyə bilərik. Bu hesabı qorusa təbii ki də. Baxaq, Liverpool komandası bundan sonra Arne Slot nə eləyəcək? Köklü komandalardan biridir Liverpool. Dominik Szoboszlai mükəmməl ara pas ötürdü. Cody Gakpo istiqamətdən. Gakpo üzbə-üz Emiliano Martinez daha tez davranır. Növbəti Liverpool əmrəsiz deyə bilərik. Cody Gakpo'da mükəmməl ötürmə. Jeremy Frimpong istiqamətdən. Frimpong topladı. Frimpong Szoboszlai'ni görə bilər. Görür və Dominik Szoboszlai hesab bərabərləşir. Oyunun 32-ci dəqiqəsi. Aston Villa 1, Liverpool 1. Liverpool komandası mükəmməl bir oyun qurdular. Bunun nəticəsi olaraq da hesabı bərabərləşdirirlər. Çempionlar Liqasını əldən vermək istəmir Liverpool. İl sonu çox da yaxşı gətirmədilər, amma son oyunlarda toparlamağa çalışırlar özlərini. Burada Cody Gakpo'nun mükəmməl ötürüşünü qeydə almaq lazımdır və Jeremy Frimpong da öz növbəsində Szoboszlai'ni gözəl görür. Yəni bəlkə də Lamine Yamal kimi bir futbolçu orada keçib vurmaq istəyəcəkdi, amma Jeremy Frimpong bunu etmədi. Komanda yoldaşını gördü və Dominik Szoboszlai da öz növbəsində hesabı bərabərləşdirməyə bacarır və Aston Villa Liverpool oyunu bundan sonra daha maraqlı olacaq məncə. Təbii ki də Aston Villa Çempionlar Liqasına getmək istəyir. Oli Watkins topladı. Nə edəcək? Aston Villa komandası ötürmə. Onana istiqamətlə. Amadou Onana rəqibini keçməyə çalışır. Keçir rəqibin zərbəsini endirir. Top Van Dijk'ı dəyərək meydan tərk eləyir. Aston Villa komandası növbəti ilk əsəri hücumlarından birini elədi və Amadou Onana əslində gözəl zərbə endirmişdi, amma Virgil van Dijk'a dəyən top kornerə gedir. Emiliano Buendia topladı. Arkasından Lucas Digne qaçır, gözəl gördü. Lucas Digne'ni içəri ötürmə. Morgan Rogers zərbə endirir Emiliano Martinez'in düz üstünə. Leon Bailey topladı. Nə edəcək? Onana istiqamətini ötürmə. Andre Onana, Oli Watkins gözəl göndü. Zərbə endirmə, top direğidir. Curtis Jones uzaqlaşdırır topu. Mükəmməl bir
Zərbə idi Aston Villa'dan, amma Liverpoolun bəxti gətirir artıq neçənci dəfədir bu. Mərkəzdən gəlir Aston Villa, mükəmməl çöndərdilər sol cinaha. Bu Endiya önü bomboşdur, qarşısında Curtis Jones gəlir. Bu Endiya ötürməsi və Konate. İmkan vermədi, böyük ehtimal ki gol olacaq orada Oli Watkins zərbə endirsəydi. Amma İbrahim Konate göz oynuyor. Cody Gakpo'nun ötürməsi, Frimpong topa çata bilmir, Emiliano Martinez uzaqlaşdırır, ötürmədə səhv. Dominik Szoboszlai. Szoboszlai necə ötürmə, paraşüt, amma offside var sanki orada, sanki offside var. Açıq aşkar ötürmə anında o offside görünürdü əslində. Jeremy Frimpong bununla ardıcıl ikinci dəfə şansını yoxlayır. Birincidə Emiliano Martinez imkan vermədi, ikincidə isə offside. Standart vəziyyəti yerinə yetirir Aston Villa, ötürmə qapağına Frimpong uzaqlaşdırmağa çalışdı. Qarşıqlıq düşdü orada, Jadon Sancho zərbəsi qapı istiqamətinə. Təhlükəli idi, oynatıcı daxil olub. Jadon Sancho mükəmməl fikirləşdi, həqiqətən topu səhv eləməmsə yerə düşməyinə icazə vermədi, bəli, elə göydə fırlatmağa çalışdı, mükəmməl də alınmış zərbəsi. İbrahim Konate ötürmədə səhv, Babakar Kamara ötürməsi, Harvey Elliott qarşısında Konate var, keçdi zərbəsi indirir, top dirəyir. Artıq neçənci dəfədir bugün. Liverpoolun bildiyim bəxti gətirir bugün, yəni bütün şansını burada istifadə edir Liverpool. Van Dijk yerinə yetirir cərimə zərbəsini. Son hücum şansı ola bilər, hakim icazə versə. Və Villa Parkda son fit səslənir. Möhtəşəm 90 dəqiqə. Hər iki tərəfdən böyük mübarizə, amma qalib yoxdur. Aston Villa 1, Liverpool 1. Bu bərabərlik o deməkdir ki, Çempionlar Liqası uğrunda döyüş bitmədi. Əksinə son tura qaldı. Artıq 38-ci turun nəticəsinə görə bu iki klub arasında qalib bilinəcək. Mən sizin spikeriniz. Bu həyəcanı sizə çatdırmadan qürur duydum. Növbəti gərgin maçlarda görüşənə qədər sağ olun, salamat qalın. Futbolsuz qalmayın.